Dəyərli izləyicilərimiz, bura Xırdalanın tam mərkəzidir. Burada sizə tam əşyalı, kupcalı, super bir dənə mənzil göstərəcəm. Bax, gördüyüm hansı binada? O, bu binaların. Bu binada yox ha, bu binaların birində. Dəqiq ünvan deməyəcəm sizə. Müştərilərimə deyərəm, bəzi maklerlərə görə demirəm. Deməli, ətrafı göstər, baxırsan, Simurq liseydir. Abşeron City'nin öz həyətində olan liseydir. 5 dənə və 5-6 dənə həyətində marketi var. Bu boyda geniş həyət harada görsənir? Bax, görsən, hansı binanın bu boyda geniş həyəti var? Xırdalan şəhəri Abşeron City yaşayış kompleksi. Möhtəşəm kompleksdən möhtəşəm ev. Keç evə doğru. Dəyərli izləyicilərimiz, daxil olduğu mənzilə doğru. Mənzilimiz Xırdalanda, parkın qarşısında Abşeron City yaşayış kompleksində yaşayır. Bu kompleks Xırdalanın ən elit kompleksidir, bilənlər bilir. Mənzilin əsas giriş hissəsindən başlayaraq təqdimat sırasında bütün məlumatlar hər biri qeyd olunacaq. Bura mənzilin əsas giriş hissəsidir, patoloq hamısı yığılıb, hazır vəziyyətdədir. Yerləri siz döşəməlidir. Burada hamam və sanuzeldir, bir arada yerləşir. Sənədi Kupçada Xırdalan şəhərinin mərkəzi. Gözü bəbəyi Abşeron City-sində yerləşir. Ev əşyalı satılır, evdən yalnız elektronika çıxacaq, digər bütün əşyalar qalacaq. Burada evin əsas yataq otağıdır, qanuni 2 otaqdır, amma necə 2 otaqdır? Onu da video sırasında yenə də mən sizə xatırlatma edəcəm. Hər otağın özünün müstəqil pəncərəsi, sənədi kupça, içi əşyalı, alıb bugünkü gün 500 manat kira verə biləcəyiniz bir evdir. Evin qonaq otağıdır, gördüyünüz kimi geniş bir dənə qonaq otağı var. 1, 2, 3. Görmüşdülər şey. Qonaq otağında 3 dənə pəncərə olsun. Necə? Çünki bu ev qanuni 2 otaqdır. Bu evi ev sahibi öz zövqünə uyğun belə eləyib. Amma bunu saxlamaq məsləhət deyil belə. Düzdür, genişdə amma belə məsləhət deyil saxlamaq. Bura evin mətbəx hissəsidir, gördüyünüz kimi. Əslində bu aspiratorun arxa tərəfindən mətbəxin qapısı olmalı, dəhlizdən. Açıb girirsən, bu genişliyi mətbəx sənə rahatlığına bu hissəyə qədər. Qardaş, videonu tam izah edeyim. Bu pəncərədən, 2 pəncərənin ortasından bu hissə belə, bu hissə, bu çəkdiyim hissə, hamısı bu mətbəxə aiddir. Qanuni 2 otaqdır bu. Sənəddə də qanuni 2 otaqlar qeyd olunur. Sadəcə ev sahibində ara kəsməni belə eləyib ki, biraz da geniş olsun. İstəsəz öz qanuni 2 otaq kimi proyektinə qaytara bilərsiniz. Oradan da balkona çıxmaq üçün yer deyil. Bəzi səbəblərdən göstərməm balkonu. Bir pəncərəsi evin digər tərəfinə baxır. Xırdalandan mərkəzdə, Abşeron City yaşayış kompleksində 135.000 manat dedi də qardaş deyəsən, hə? 135.000 manata 75 kvadrat sənədi kupçası hazır əldə. Nəqd satılır, kreditlə satılmır. Gəlin baxın, qiymətdə də razılaşar. Sağ olun.